Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunu da jilet, jaket, sviter, nə istəsəz toxuya bilərsiniz. İlməkləri 5-5 yığıram. 2 də kənar ilmək. Sapım da ki 100 qramlıq 220 metrəlik sapdır. Orta qalınlıqda bir sapdır. Rezinka hissəsini necə istəsəz elə də toxuya bilərsiniz. Mən bu formada toxumuşam. Qısa. Sizin ürəyiniz necə istəyir, elə də toxuya bilərsiniz. Bunun üçün də indi mən belə bir sapımı götürürəm. Milin üstə 5-5 yığıram. 15 ilmək yığacam. 3 dənə naxışı göstərəcəm. 2 də kənar ilmək. 17 ilmək. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 2 də kənar ilmək, 16, 17 ilmək yığdım milimin üstünə. İndi burada da rezinka toxumuram. Kim necə istəyir rezinka hissəsini əldə toxuya bilər. Mən indi buranı bir sıra tərs toxuyacağım. Birinci ilməkdə toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi tərs üzdən də yenə bir sıra tərs toxuyuram. Birinci ilməyi götürdüm, toxumadım. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən birinci ilməyi yenə götürürəm. 3 düz toxuyuram. 2, 3. 2 tərs. Yenə 3 düz. 2 tərs. Yenə 3 düz. 2, 3. 2 tərs. 1, 2. Kənar ilməyi də tərs toxudum. Tərs üzdən tərsləri tərs, düzləri də düz toxuyuram. 2 düz, 3 tərs. 2 düz, 3 tərs. Yenə 2 düz, 3 tərs. Kənarı da tərs toxuyuram. Bir sırada yenə düz üzdən, bir sırada tərs üzdən. Düzləri düz, tərsləri tərs toxuyuram. Bura düz üzüdür.
dərs. Kənarı da tərs toxudum. İndi tərs üzdən yenə dərsi tərs, düzü də düz. Kənarı da tərs toxudum. İndi düz üzdən bütün ilməkləri tərs toxuyuram. Tərs üzdən də yenə tərs toxuyuram hamısını. İndi düz üzdən bir sıra yenə də tərs toxuyuram. Bir sıra düz üzdən, bir sıra da tərs üzdən. İndi bir sırada tərs üzdən toxuyuram. Bütün ilməkləri tərs toxuyuram. Formada indi yenə əvvəlki kimi birin kənarı götürürəm. 3 düz 2 tərs. Kənarı da yenə tərs toxudum. Arxa üzdən də yenə tərsləri tərs, düzləri də düz. Kənarı götürürəm. Düzləri düz toxuyuram, tərsləri də tərs. Arxa üzdən 2 düz, 3 tərs olur. 2 düz, 3 tərs. Yenə 2 düz, 3 tərs. Kənarı da tərs toxudum.
Belə bu formada. İndi yenə bir sıra düz üzdən toxuyuruq, bir sırada tərs üzdən, təzədən bu tərs naxışı buranı yenə təkrar edirik. Bu formada bir naxış alınır. Belə. Sağ olun, gələn videomda görüşənə qədər.